Siz də turşunu sirkə ilə hazırlayırsınız? O zaman bu postu diqqətlə izləyin, çünki hər şeyi səhv edirsiniz. Çünki sirkə turşuda fermentasiya zamanı əmələ gələn bütün faydalı bakteriyaları məhv edir. Həm dadlı, həm də faydalı turşu əldə etmək istəyirsinizsə, sizə lazım olan sadəcə yodsuz qaya duzudur. Kələmləri və kökləri incə formada rəndələyin və duz ilə yaxşı-yaxşı ovun. Yarım saat gözlədin, kələmlər öz suyunu salacaq. Daha sonra turşu hazırlayacağınız bankaya dənə istiot, sarımsaq, dəfnə yarpağı və şüyüt qurusu əlavə edin. Bütün bunlar olmaya da bilər, sadəcə olaraq daha zəngin dad əldə etmək üçün mən bu ədəvaları da qatıram. Kələmləri bankaya yığarkən əlinizlə sıxın, mümkün olduğu qədər sıx yığın. Bu turşuya duzdan savayı hətta su belə əlavə etməyinizə ehtiyac yoxdur. Kələmləri bankaya yığdıqdan sonra qabın dibindəki suyu üzərinə əlavə edin. Kələmi duz ilə ovduqda kələmin özündən çıxan su artıqlaması ilə kifayət edir. Mən kələmi həm köklə, həm də çuğundurla hazırladım. Kələm və çuğunduru rəndələyib eyni qaydada bankaya yığdım. Bankaya yığdıqdan sonra üzərinə bir daş və yaxud da bu formada torbada su qoyun. Hardasa 5-6 günə turşularımız yeməyə tam hazır olacaq. Ətraflı izahı videonun açıqlama bölməsində yazmışam.